Göz altının qaralması, torba şəklində olması, göz altı dərisinin sallanması, mimik qırışlar. Əgər sizdə də bu problem varsa, indi deyəcəyim sadə üsulla evdə bu problemlərə kosmetoloqa getmədən son qoyub kosmetoloji görünüş əldə edə bilərsiniz. Necə? Ekrandakı ürəyi qızart, profilin üzərindəki süsəgələr işarəsinə toxun və mənə diqqətlə qulaq as. Bir dənə balaca qab götürürsən, içinə bir xörək qaşığı vazelin əlavə edirsən, bir xörək qaşığı zeytun yağı əlavə edirsən, bir xörək qaşığı bal, bir xörək qaşığı da kokos yağı əlavə edib krem halına gələnə qədər bu qarışımı yaxşı-yaxşı qarışdırırsan. Sonra hər axşam yatmamışdan öncə gözünün altına və yanağına bu qarışımdan çəkib yatırsan. Bir neçə həftə istifadədən sonra fərqi gözlə görəcək şəkildə hiss edəcəksən. Bu videonu hər kəslə paylaş və məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan Əzzazcan Baloğlanla hər zaman sağlam qalasan.